Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bu həyatda mömin üçün ən şirin şeyin nə olduğu barədə sizə xəbər verimmi? Bu, Allahı zikr etməkdir. Əziz müsəlmanlar, Allahı zikr etmək. İstər gündəlik zikirləri vaxtlı-vaxtında etmək olsun, istər dua etmək, istər Quran oxumaq, istər namazları vaxtlı-vaxtında qılmaq, istər elm məclislərində iştirak etmək. Axır ki, Allahı zikr etmək bu həyatda insan üçün, mömin üçün ən şirin şeydir. Var dövləti olan insanlar o şirinliyi dada bilmirlər. Dəfələrlə sizə demişəm. Elə insanlar var ki, var dövləti var, lakin o qəlb rahatlığını tapmaq üçün içki içir, zina edir, qumar oynayır, narkotik və s. Lakin o qəlb rahatlığını, o şirinliyi dada bilmir. Odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nəsiyyət edir möminlərə, deyir ki, çalış dilin daim Allahı zikr etməklə islah qalsın. Biz çalışırıq ki, daim Allahı yad edək. Bununla da bu şirinliyi dadaq. Bu şirinlikdən daha gözəl bir şey yoxdur. Vallahi ki, yoxdur. Özünüz bunu tətbiq etsəz, davamlı olaraq görəcəksiniz bunun həqiqət olduğunu. Və qiyamət günü, kasıblar gələcək cənnətin qapısına. Gözətçilər, cənnət gözətçiləri deyəcəklər ki, nə tez haqq-hesab olundunuz. Onlar deyəcək ki, bizim nəyimiz var idi ki, haqq-hesab olunaq. Fikir verin, kasıbdır, heç nə yoxdur, lakin hamıdan əvvəl cənnətə daxil olacaq. Əziz müsəlmanlar, bunun üçün çalışın. Çalışın ki, daim yaxşılıq edəsiniz, xeyirli işlərlə məşğul olasınız. Onda bu həyatda bayaq dediyim o şirinliyi dadacaqsınız. Və Rasulullah sallallahu aleyhi və səlləmin məşhur hədisi var, hamınız bilirsiniz bunu. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, imanın şirinliyini o kəs dadır ki, o Allahı və Peyğəmbərini hamıdan çox sevir, Allaha və Peyğəmbərinə itaət edir, Allahın və Peyğəmbərinin buyruqlarını yerinə yetirir. Bax, o halda adam bayaq dediyim o şirinliyi dadır. Müdrik adamlar deyərdilər ki, zəngin adamlar bəzən elə hala gəlib çatır ki, elə canı sıxılır ki, razıdır hər şeyini versin, amma bayaq dediyim o şirinliyi datsın. O şirinliyi Allah Subhanahu istədiyinə daddırır. Və Allahdan istəyin budur ki, Allah Subhanahu ömrümüzün sonuna qədər o şirinliyi bizə dadmağı nəsib etsin. Allahümmə ayni alə zikrikə və şükrikə və husni ibadətikə. Allahım, səni zikr etməyə, sənə şükür etməyə və sənə gözəl tərzdə ibadət etməyə bizə müvəffəqiyyət ver.